Tigo ölen ölsün, filan şey filan olsun. Aləm dəyib bir-birinə. Boy. Bizdə də neftin qiyməti 118 dollara qalxıb. Səbəb Hörmüz boğazı bağlıdır. Nə qədər bağlı olacaq? Allah bilir. Tak что gözlüyə görək. Əsər azı bir tərəfdən sərf edilir. İqtisadi cəhətdən müharibə sərf edilir bizə. O vaxta çünki bizə zərbə edilməsin. Neyse. Azərbaycan şəxsiyyətinə salam, hər vaxtınız xeyirli olsun. Faktiki olaraq 3-cü həftədə bəlkə də bu müharibə gedir və nə vaxt başa çatacaq, necə başa çatacaq, bütün bunların hamısı hələ ki sual altındadır. Nice. Amma bir sıra məqamlar artıq üzə çıxıb. Ələxüsus da belə götürək. Götürək Əli Larijani'nin vurulduğu gündən bu tərəfə bir sıra məqamlar bəlli olub. Məqamlardan biri nədir? Bəlli olub ki, hətta bunu artıq Misir özü də təsdiqləyir ki, bu fantastikadır, amma reallıqda bu belədir. İsrail kəşfiyyatı Massadın İran ərazisində çox güclü işləməsinin sayəsində İranın gizlənən liderlərini aşkara çıxartmaq mümkün olub. Və burada təkcə Massad işləmir. Yadınızdadır, yanvar ayında İranda etiraz aksiyaları keçiriləndə İran hakimiyyəti insanları necə qırır və öz cəlladlarını artıq İranlılar elə telefon vasitəsilə yerini dərhal göndərirlər lazım olan instansiyaya. İstansiyada kimdir? Massaddır. İran vətəndaşı özü artıq məsələn Larijani hardadır? Filan yerdə. Hop göndərir. Və bütün bu informasiyalar dərhal yığılır Massadda. Massad analiz edir, müəyyənləşdirir, dəqiqləşdirir və qərar alır ki, zərbə endirir. Məhz bu səbəbdən durmadan İranın istənilən liderinin artıq aradan götürülməsi çox asanlaşır. Məntiqlə belə baxanda bir neçə, ələxüsusən Əli Xameneyi vurulandan sonra İranın liderləri çox ciddi cəhdlə gizlənməli idilər. Amma onların hər biri tapılır və vurulur və artıq lider olmaq istəyən yoxdur. Amma ikinci bir məqam var. Söhbət Müştəbə Xameneyi, Əli Xameneyinin oğlu Bala Xameneyi. Bala Xameneyi və onun ətrafında olan komanda. Bax, burada artıq vəziyyət çox radikaldır. Müştəbə Xameneyi özü dini radikalizm və hərbi radikalizmin ən bariz nümunələrindən biridir. Onu da niyə görə bu məhz belə deyirəm? Təsəvvür edirəm, bu adam məktəbdə faktiki oxuyandan sonra artıq 17 yaşında Məhəmməd Rəsulullah diviziyası var idi, 27-ci diviziya idi və həmin o diviziyadakı Sepahın ən elitar diviziyalarından, ən döyüşkən diviziyalarından biri sayılırdı. Və həmin o diviziyanın tərkibində Həbib batalyonu var idi. Həbib batalyonunun özü də təsəvvür ediyorum, 27-ci diviziya Sepahda ən belə döyüşkən və ən radikal, din radikal diviziya sayılır və onun tərkibində olan Həbib batalyonu da diviziyanın ən radikal batalyonu sayılır. İndi təsəvvür edin, Müştəbə Xameneyi, o necə deyirlər, necə bir klubda başlayıb böyüməyə və onun ətrafında elə həmin dövrlərdə Xameneyinin 17 yaşı olanda bu hardası gəlir çıxır 80 neçənci illərə, 88, 89, 90 bu illərə gəlir çatır və həmin dövrlərdə əgər onun ətrafında olan zabitlər, leytinatlar, baş leytinatlar, gizirlər, onlar da getdikcə böyüyüblər, onlar da çox radikal insanlardır və faktiki olaraq bu radikallar hal-hazırda İranda hakimiyyəti artıq ələ keçirib. Düzdür, onların heç biri üzdə görsənmir, düzdür, onların heç biri barəsində faktiki olaraq biz dırnaq arası bilmirik. Amma onlar arxadan o boz kardinal deyirlər. Boz kardinal olaraq həmin şəxslər bu dəqiqə İranı idarə edir. Arakçı, Pezeşkiyan, Qalibaf kimi üzdə olan liderlər yalnız və yalnız nəsə bəyan etməklə məşğullar. Amma reallıqda İranın idarə olunması o tip şəxslərin əlindədir və milli yox, dini və hərbi radikal olan şəxslər konkret olaraq onların qabağında ideoloji olaraq bir xət var. İmam Sahib Əz-Zaman zühur edənə qədər yer üzündə olan bütün Yahudilər qırılmalıdır. Onlar buna inanırlar. Biz inanırıq ki, Newtonun 3 qanunu var, biz inanırıq ki, yer kürə şəklindədir, biz inanırıq ki, bu kofeni içmək olar, biz Allaha inanırıq. Onlar da bax belə formada inanırlar ki, İmam Sahib Əz-Zaman zühur edəcək və o zühur edənə qədər bütün Yahudilər qırılmalı. Təsəvvür edin ki, bu radikalizmin kökü yoxdur və sonluğa doğru gedir çıxır. Bu nöqteyi nəzərdən əməliyyatların hələ də davam edəcəyini təxmin etmək olar. İkinci bir tərəfdən, yeri gəlmişək, yaddan çıxarmayaq ki, Gerald Ford aviadaşıyıcı gəmidən söhbət gedir. Gerald Ford artıq yavaş-yavaş geri çəkilir.
Fars başlar sevinməsin, Krit adasına doğru gedir ki, bir balaca özünü təmir etsin. Çünki onun camaşırxanasında yanğın baş vermişdi və həmin o yanğından sonra eyni zamanda gəminin özünün bir saat sunsat, ləvazimatlarını da dəyişmək lazımdır. Krit adasına çəkilir, təmir olunur, doldurur və ondan sonra yenidən döyüş zonasına gəlir və yenə də həmin o ərazidə İrana qarşı 2 avia daşıyıcı gəmi döyüşəcək. İsrailin aviasiyası durmadan işləyir. İsrailin aviasiyası artıq Xəzər dənizində İranın hərbi dəniz qüvvələrini və onların bazasını vurub. Xəritədə baxa bilərsiniz, söhbət hansı ərazidən gedir. Xəzər deyəndə dərhal biz tərəfi fikirləşmirik. Yəni İranın da Xəzərə çıxışı var və cənubdandır. Orada ərazilərə atəş açıblar və vurublar, raket atəşləri davam edir. Yeri gəlmişkən İran bunun cavabında olaraq yenə də ərəb ölkələrinin neft ayırma və qaz bazalarını vurmaqda davam edir və plus orada artıq kasetli sursatlardan da istifadə edirlər. Kasetli sursatlı gəlir göydə aşınır, demişdim də yerə tökülür və o adətən canlı qüvvəni qırmaq üçün nəzərdə tutulur. Xürrəmşəhr 4 raketləri, Silcil raketləri çox geniş istifadə olunur və bu tip sursatların istifadə olunması deməzdim ki, bu artıq son nəfəsdir, yox. Amma durmadan bu raketlərlə zərbə endirilir. Bunun müqabilində artıq Amerikanın B-1B Lancer strateji bombardımançıları durmadan İran üzərində hərəkət eləyir və GBU-70 yeri gəlmiş artıq beton dələn GBU-70'lərdən də istifadə edirlər və həmin bombalar, böyük 13 tonluq bombalar var, yadımdan çıxdı. Onlardan fərqli olaraq bunlar nisbətən balacadır, 2 tonluqdur. Amma onlar da bir sıra bunkerləri məhv edə bilir və hal-hazırda konkret olaraq bunkerin özünün məhvindən yox, bunkerin girişlərinin məhvindən söhbət gedir ki, bunkerin girişi məhv edilir, çökür həmin o ərazi, çökəndən sonra artıq bunkerdə nə varsa içində qaldı, orada olmayan çölündə qalır və kimsə onu gəlib qazmaq istəyəndə, təbii ki, bellə qazmaq mümkündür. Traktorlar ora gələndə dərhal F-18'lər, F-15'lər həmin o əraziyə yenidən zərbə endirirlər. Artıq seçilmiş zərbə. Yəni traktorun özünü, buldozerin özünü, skreperin özünü belə vururlar. Yəni bunkeri mən vurmuşam, dağıtmışam və salam. Nə varsa onun içində də qalmalıdır. Amma bütün bunlara baxmayaraq, düzdür, dinamika azalıb raket zərbələrinin dinamikası. Buna baxmayaraq İran hələ də raket zərbələri endirə bilir. Səbəb, dediyim kimi, Müştəbə Xameneyinin ətrafında olan dini və hərbi yönümlü ekstremizm ab-havasında olan yox, radikallar. Ekstremist radikallar durmadan sona qədər döyüşəcəklər. Sona qədər. Buna tam əmin olmaq mümkündür. Bunun əks variantı yoxdur. Ta ki, ya onların hamısı tapılır, qırılır, o müşkül məsələdir, ya da ki, sona qədər döyüşürlər. Başqa variant burada yoxdur. Başqa bir tərəfdən digər xəbərlər. İran vətəndaşlarının özü artıq informasiyanı göndərməklə ciddi problem yaradılar. Elə məhz İran rejiminin özünə, mollokratiya artıq bundan çox ciddi əziyyət çəkir və eyni zamanda analiz aparanda nəyə görmək olar? Amerika və İsrail yeni müharibə metodikasını seçiblər. Əgər biz 44 günlük müharibədə dronlarla döyüşürdüsə və bu müharibə tarixi üçün, elmi üçün yenilik idisə, sonra bunun inkişafı özünü Rusiya-Ukrayna müharibəsində tapdı. Amerika İsraildən fərqli olaraq, Amerika yeni müharibə metodikasına keçib, söhbət burada nədən gedir? Due doktrinası var idi, bu hələ 1-ci Dünya müharibəsi dövründə özünü doğrultmamışdı, amma hal-hazırda getdikcə həmin o taktikadan, strategiyadan daha doğrusu istifadə olunur. Maraqlansanız, Due doktrinası barəsində oxuya bilərsiniz və sonra da növbəti verilişlərdə bu barədə danışarıq. Və Jarvis Taleh də mənə deyir ki, mütləq işarə elə gedən ki, bax, bura abunə olmaq lazım. Bəli, abunə olun və abunə olandan sonra hər dəfə yeniliklər barəsində məlumatınız olacaq. Və Amerikanın İrana qarşı istifadə etdiyi strategiya nədir, taktika yox. Bombalanır, raketlənir, aləmi bir-birinə qatırsan, amma şumlamırsan. Və radio-elektron mübarizə hesabına, plus bu tip bombardıman və raket zərbələrinin hesabına İranda mövcud olan hakimiyyət rejimini paraliz vəziyyətinə salmaq ki, ölkə hakimiyyətsiz qalsın. Ölkə olaraq ölkə mövcuddur. İran sərhədləri var, şəhərləri, vətəndaşı, hər şey var. İqtisadiyyatına da toxunmuram. İqtisadiyyatı da qalır, hərçənd ki, iqtisadiyyat yoxdur. 100 manatla getsən, milyoner olarsan orada. Amma hakimiyyətsizlik sistemini orada qurursan, heç kim hakimiyyəti öz üzərinə götürməyə risk eləmir və ölkə qalır başsız. Bu artıq bu müharibədən özünü aşkar göstərir. Bu variantdan istifadə edirlər və hələ ki ona görə də durmadan İsrail və Amerika, xüsusən İsrail, İran liderlərini
başı dəbərən istənilən adamı vurur və hələ ki effektivdir, hələ ki vurmaqda davam edirlər. Başqa yeni məlumat hələ ki yoxdur. Amma onu demək olar ki, İran hər bir halda uzun sürən müharibəyə hazırlaşır. Okey, bunkerlər vuruldu, bazalar vuruldu, raket qutardı, məsələn, nə ola bilər də, indi hipotetik olaraq, hərçən ki, raket qutaran zibil deyil. Dronlar da o cümlədən qutaran deyirlər, hər bir halda onları atacaqlar. Amma əvvəl-axır hansısa bir əməliyyat həyata keçirilməlidir axı. Ya İran xalqı ayağa qalxır və mollokratiyanı devirir, ya da ki, hər bir halda 82-ci diviziya, 75-ci diviziya, 10-cu Dağ diviziyası və 2500 nəfərlik o dəniz korpusu, onlar gəlirlər, girirlər İrana. Burada artıq vəziyyət olur ağır. Burada artıq Arteş və Sepah işə düşəcək və bu əməliyyatlarına mən hələ də inanmıram, amma yenə deyirəm, hər şey mümkündür. Əlbəttə söhbət konkret o adaların tutulmasında gedir. Hörmüz boğazındakı o 2 adanın götürülməsi İranın iqtisadiyyatına çox güclü zərbə endirəcək. Ona görə də tələsmir. İran döyüşür, Amerika döyüşür, İsrail döyüşür, İran tərəfi raketlərini atır, dronlarını atır, əlaqəstə ərəb ölkələrini atır və bütün bunların hamısının müqabilində yeri gəlmişkən Azərbaycan Xarici İşlər Nazirinin də iştirak elədiyi Ərəb dilli və İslam müsəlman ölkələrinin keçirdiyi konfransa Azərbaycan da həmin o ölkələrlə birlikdə İranın zərbələrini sərt formada qınayıb, Azərbaycan da 16 öz imzasını atıb, çünki bizə də zərbə endirmişdilər və Fars başları nə qədər də corabların başda çəksə ki, bu zərbəni Yahudilər endirib, xeyr, bu zərbəni Sepah endirmişdi və o səbəbdən Azərbaycan da belə bir zərbələri qınayır. Bu da var, yəni bir sözlə biz konkret olaraq bu tip məsələlərdə öz mövqeyimizi konkret olaraq ortalığa qoymuş olduq və heç kim də Azərbaycanı öz bu mövqeyindən döndərə bilməz. Növbəti zərbələr ola bilərmi? Bilmirəm, söhbət Azərbaycandan gedir, bilmirəm. Amma beyinləri tamamilə yuyulmuş və Xamenei tərəfdarları yavaş-yavaş artıq oturub fikirləşsinlər ki, mən bilirəm, onlar hansı tərəfdərlər, başa düşürəm hər şey qaydasındadır, yəni heç nə demirəm. Amma Azərbaycan vətəndaşı olaraq Azərbaycanın maraqlarından çıxış eləmək əsl kişinin işidir. Yenə də söyüş söyəcəklər şərhlərdə, yenə də söyüş yazacaqlar, yenə də boş-boş məqamlara toxunacaqlar. Amma söyüş çıxış yolu deyil, ağıl işlətmək, düşünmək və Azərbaycan nöqteyi nəzərindən. Bax, yenə deyirəm, İsrail yox, Yahudi yox, Amerika yox, Trump yox, sırf Azərbaycan nöqteyi nəzərindən çıxış eləmək, bu başqa bir işdir. Ki, biz normal insanlar Azərbaycan nöqteyi nəzərindən çıxış eləyəndə adlarını dərhal qoyuruz ki, İsrail itləridir. Xeyr, Azərbaycanlı da Azərbaycan nöqteyi nəzərindən çıxış eləyir. Bu tərəfi var. Belə, hər halda bu qədər məlumatları sizə verdik. Ümumi vəziyyət, müharibə davam edəcək. Tam arxayın ola bilərsiniz. Pesaha qədər davam edəcək. Pesah Yahudilərin bayramıdır. Aprelin 1-i ya 2-si başlayır. Pesaha qədər nağ davam edir. İnanmıram ki, İran Pesah bayramında sakit yansın. Qəti inanmıram. Məqam düşüb o radikalların əlinə, o Müştəbə Xameyninin ətrafındakı o başdan xərəblər var, radikallar. Onların əlinə super variant düşüb ki, bəs həmin vaxtı zərbə endirsinlər. Belə olan halda İran növbəti zərbələrin qarşısına tab gətirməlidir. Ona görə də müharibə davam edəcək. Nə vaxt qutaracaq sualını heç özünüzə də verməyin. Nə vaxt qutarar söhbət. Salamat qalın. Əsası odur və yaddan çıxarmayın, abunə olmaq lazımdır.